Ehtiyat hissəsi tapa bilmirsən, çünki istehsalı dayanıb bu avtomobilin və qalırsan günün sonunda ki, mən bu avtomobilə 60 min, 70 min pul verdim və satım canımı qurtarım da yoxdur, çünki alan da olmayacaq məntiqlə ki, qardaşım, mən nə edirəm bunu? Ona görə də misal üçün indi brend adı çəkmək bilmirəm nə dərəcədə uyğundur, amma misal üçün də BYD avtomobilini mən dosta tanışa məsləhət görə bilirəm. Niyə? Deyirəm, qardaş, taksilər BYD-dir. Yəni sən də bu avtomobildən alsan, bunun deməli bamperi də ucuzdur, farası da ucuzdur. Yəni bunun ustası da var. Amma sən gedib misal üçün Hi-Fi deyə, Hi-Fi deyə bir marka var idi. Çox futuristik bir avtomobil idi. Misal üçün də sağında, solunda LED panellər. Elektriklə olan elektrik nə idi? LED panellər belə yolda gedəndə sən baxırdın ki, nədir bu belə? Yəni baxmırdın. Yəni bildiyin kosmosdan gəlib avtomobil, amma hal-hazırda həmin şirkət bildiyim qədərilə batıb.